Herkese selamlar. Bugün ümumiyyətlə patologiyada olan ideologiyaları araşdırmağa davam edirik. Bugünkü mövzumuz təbii ki də mühafizəkarlıqdır. Mühafizəkarlıq haqqında danışma başlayacağım. Ümumiyyətlə sadəcə bir siyasi bir ideologiya olmadığından, bir seçki sloqanu və yaxud da bir qrup insanın mövqeyi kimi görməmək lazımdır. Ümumiyyətlə bu min illər boyu formalaşan və hər dövrdə fərqli simalar geyinən, bəzən müdafiədə, bəzən hücumda olan, bu rolları daşıyan və də ki, həmişə mövcud olan nizamın, ənənələrin tədrici inkişafın, yəni tədricən inkişafın tərəfdaşı olan geniş bir düşüncə tərzidir ki, ümumiyyətlə bir həyat fəlsəfəsidir, bir baxış tərzidir. Yəni tarixin dərinliklərinə endiyimiz zaman ümumiyyətlə biz görürük ki, mühafizəkarlıq antik dövrdən deyək ki, bəli, antik dövrdən etibarən başlayır mühafizəkarlıq. Ümumiyyətlə antik dünyaya nəzər salsaq, bizim eradan əvvəlki əsrlərdə Yunan şəhər dövlətlərində, ümumiyyətlə Roma imperiyasında, Çində, Hindistanda artıq mövcud nizamın, deyək ki, iyerarxiyanın, adət-ənənələrin qorunmasına dair fikirlər mövcud idi. Bu düşüncələr sonrakı mühafizəkarlığında ilkin zəmini təşkil edirdi. Məsəl üçün ki, Konfutsi gördüyünüz kimi Çində yaşayan, düşünən böyük bir müdrik iyerarxiya və də ki, ənənəvi dövlət siyasəti rolunu, stabil düzən və əxlaqın vacibliyini vurğulayırdı. Onun fikri ümumiyyətlə sadəcə fəlsəfi bir spekulyasiyadan ibarət deyil. O həmçinin praktiki siyasətin də əsasını qoyurdu. Mühafizəkarlıq baxımından. Konfutsi düşüncəsində ümumiyyətlə cəmiyyət böyük bir orqanizm kimidir və hər bir üzvün öz yeri, öz vəzifəsi var. Atanın yeri oğul tutur, hökmdarın yerini varis götürür, kəndlinin yeri torpaqdır, zədəganın yeri saraydır. Bu düzlənin pozulması cəmiyyətin xəstələnməsidir və bədbəxtlik deməkdir. Antik Yunanda isə deyək ki, də bu cür düşüncələr var idi. Xüsusən də Platon ideal dövlət təsəvvürlərində hər sinfin öz funksiyası var idi. Ümumiyyətlə, hər kəs öz yerində qalmalı idi Platona görə. Aristoteles isə dəyişikliklərə şübhə ilə yanaşırdı. O, mövcud nizamın təcrübə ilə sübut olunmuş olduğunu düşünürdü. Yəni, Aristoteles zaten deyirdi ki, var da, onsuz da bu vəziyyət biz niyə oturub dəyişək ki, oturaq işimizlə məşğul olaq. Yəni, nəyə ehtiyacı var buna? Roma vətəndaşları üçün ümumiyyətlə ənənə ataların qanunu idi və deyək ki, bu həyatın ən mühüm deyək ki, rəhbər prinsip olaraq qəbul edilirdi. Xüsusən də Roma senatoları tez-tez yeni islahatlara qarşı çıxırlar. Ümumiyyətlə, çünki köhnə yolların minillər boyu işlədiyinə əmin idilər. Və bu ümumiyyətlə antik konservativ təmayüllər deyək ki, bunlar adətən sabitliyi, sosial harmoniyanı və hakim sinfin üstünlüyünü qoruyurdu. Bəzi hallarda isə deyək ki, bu ictimai nizama töhfə verirdi. Çünki ümumiyyətlə radikal dəyişikliklər çaxnaşmaya, müharibəyə və deyək ki, fəlakətə səbəb ola bilərdi. Ancaq digər tərəfdən dəyişməyə qarşı bu durum sosial islahatların ləngiməsinə, ümumiyyətlə köləliyin, sifai seçkiliyin, gen də bərabərsizliyin qalmasına səbəb oldu. Və tarix bu cür ikiyüzlü nəticələri tez-tez göstərir. Sabitlik qorunur, amma isə ədalət öz yerini təmin edə bilmirdi. Amma nəticə etibarilə yerində saymaq heç bir halda heç kəs üçün yaxşı deyil. Xüsusən də biz bunu şərq xalqlarında görürük. Ümumiyyətlə, bir çox şərq imperiyaları davam edirik təbii ki də danışığımıza, lakin nəzərdə yetirək ki, xüsusən də orta əsrlərdə İslam dünyasındakı mühafizəkarlıq uzun müddət qaldı və hal-hazırda da qalır və bu da İslam dünyasının uzun müddət inkişaf edə bilməməsinə gətirib çıxardır. Ümumiyyətlə, orta əsrə keçəndə mühafizəkarlıq dini, iyerarxik və bu əsaslar üzərində daha da möhkəmlənirdi.
İlk olaraq biz Avropa feodalizmini götürməliyik. Avropa feodalizm dövründə hər şey ümumiyyətlə Allah tərəfindən təyin olunan bir nizam kimi görülürdü. Bir də kralın hakimiyyəti ilahi bir hakimiyyət. Kilsənin mövqeyi müqəddəs idi. Hər kəs yerini Tanrı müəyyənləşdirmişdi və bu düzənə qarşı çıxmaq yalnız siyasi cinayət deyil, həm də günah və kafirlik sayılırdı. Yəni xüsusən də bu günaha qarşı çıxdıqca bidətçi elan edirdin. Yəni bu prosesə qarşı çıxdıqca səni yandırırdılar, yəni nəsə edirdilər sənə. Müxtəlif ki, zaten özünüz də bilirsiniz ki, bu dövrdə cənnət qəbzləri, indulgesiyalar və s. var idi. Yəni tam bir distopiyadan ibarət idi. Tam bir distopiya. Dedim, məhz bu distopiyaya görə ki, nə oldu? Gəldi liberalizm ortaya çıxdı. Bundan öncə çəkdiyimiz liberalizm videolarına da baxa bilərsiniz. Liberalizm məhz bu səbəbdən ortaya çıxmışdı. Daha sonra isə biz nəzərə yetirək, məsələn, İslam'a yetirək. İslam dünyasında isə ümumiyyətlə ənənəvi və dini üsulların qorunması hakimidir. Ümumiyyətlə İslam fəlsəfəsi, siyasi düşüncəsi daha çox dini deyək ki, strukturlara əsaslanırdı. Xüsusilə xilafət olsun, şəriət olsun, əhl-i beyt olsun, icma olsun. Bu anlayışlar siyasi sabitin dini əsasını təşkil edirdi. Yəni burada ümumiyyətlə yəni mühafizəkarlıqda tutalım ki, məsələn, ən radikal qərar olaraq biz deyə bilərik ki, Atatürk'ün dövründə Türkiyədə azanın türkçə oxudulması. Yəni bu İslam şəriətinə zidd bir şey idi. Yəni İslam cəmiyyəti tərəfindən qəbul edilmiş qaydalar üçün. Təsəvvür elə ki, xilafətin nə qədər desələr ki, biz xilafət deyilik, biz artıq Osmanlı damcısı deyilik, biz tam yeni dövlətik. Yəni sən silə bilməzsən o dəyərləri birdən-birə xalqın ağlından. Məsələn, Avropa o dəyərləri əsrlərlə sildi. Yəni o katolik ki, mənşəli o vəhşəti və əslində bu katoliklərin özünə də kömək oldu. Amma xalq o dövrlərdə yəni Osmanlıdan nə qədər çıxsalar da, yəni Osmanlı tərəfdarı olan böyük bir kütlə var idi. Yəni bunu zaten sonrakı üsyanlarda və s. görürük və azanın türkçə oxudulması xüsusən də burada artıq nə baş verdi? Ümumiyyətlə Türk xalqı üçün gözlənilməz bir şey idi. Və bu da İslam adət-ənənələrinə təbii ki də zidd idi. Yəni düzdür. Bu bir sıra xüsusən də sünni şəriətçilər tərəfindən xoş qəbul edilmədi. Və nəticəsi də oldu. Yəni İslam belə şeyləri baxışlamış ki, həm gəlin neyiniyə, oturaq azanın səsini dəyişək və yaxud da nə bilim, oturaq namazın səsini dəyişək. Neyiniyə, bugün orucumuzu tez açaq, qaydalar qəbul edək. İslamda belə reformasiyalar yoxdur. Çünki biz bu cür ümumiyyətlə xristianlıqda bilirsiniz ki, hər cəryanın demək olar ki, fərqli ibadət üsulu var. Düzdür, bəzi şeylər ortaq qalsa da, bəzi şeylər çox-çox əlaqəsizdir yəni. İslamda düzdür, cərəyanlar var, düzdür, fərqli düşüncələr var. Amma əsas stabil strukturlar var ki, bunlar dəyişdirilə bilməz yəni. Digər bir şeyə baxaq. Ümumiyyətlə Avropa və İslam dünyasında əməkdaşmır mühafizəkarlıq. Xüsusən də Çin imperiyasının bayaq dedik ki, Konfutsi məsələsi və Hindistan deyək. Hindistan burada bəlkə də ən cahil və ən geridə qalmış və ən məntiqsizi idi. Bəli, mən cahil məntiqsiz deyəcəm, yəni tərəfkeş olmaq istəmirəm, amma yəni Hindistandır da deyirik. Ümumiyyətlə belə deyək. Ümumiyyətlə Hindistanda kasta sistemi var idi ki, bunlar minillər boyu dəyişməz qalan bir şey idi. Və deyək ki, mövcud nizam dini müqəddəsliklə örtülmüşdü. Yəni o dəyişdirmək deyək ki, düzəni pozmaq demək idi. Yəni məsələn indi də var kasta sistemi. Tutalım əskərsənsə sən doğulur əskər sefində olacaqsan və yaxud toxunulmazsansa toxunulmaz sefində olacaqsan. Şudrasansa şudra olacaqsan. Yaşsansa belə olacaqsan. Yəni doğulduq atan nə etsə sən də olsan. Yəni doğulmadan öncə bu qəbul edilir və tutalım evlənmək istəsən sabahın sucu. Ancaq öz sinif fayda olan insanla evlənə bilərsən və yaxud özündən yuxarı insana toxuna bilməzsən sən. Yəni belə absurd toxunmaq yəni ciddi şəkildə fiziki olaraq toxuna bilməzsən. Belə bir absurd bir ideologiyanı təsəvvür edin ki, daşıyıcıları idilər bunlar. Nə dərəcədə gülünc və lazımsızdır yəni. Tamam.
Digər ölkələrdəki mühafizəkarlıq süddən çıxmış qaşıq deyil, amma Hindistandakı mühafizəkarlığı əsas təməssüsü ilə xalq idi. Yəni bayağı bir ictimai diley var orada ki, tutalım ki, sən bu kasta sisteminə qarşı çıxırsansa və insanlar bunu dəstəkləyib bildiyiniz, yəni necə deyim, Hind cəmiyyətinə baxsanız, xüsusən də Hind elmi cəmiyyətinə baxırlar və onlar bayağı bu sistemi dəstəkləyirlər yəni. Deyirlər ki, normal bir şeydir də qardaş. Nə istəyirsən? Evet. Davam etsək və müasir mühafizəkarlığın doğuşunu gəlib çıxaq. Ümumiyyətlə xüsusən də 18-19-cu əsrlərdə Fransız inqilabına reaksiya şəklində formalaşmışdır. Yəni Edmund Burke ümumiyyətlə Avropada müasir mənada ki, mühafizəkarlıq 18-19-cu əsrlərdə 1789-cu il Fransız inqilabına reaksiya şəklində formalaşmışdır. Ümumiyyətlə bu inqilabda Avropa silkələndi, burjua sinfi taxtı devirdi, kralı, kraliçanı qiliyyətinə otuzdurdu. Kilsənin mülkiyyətini müsadirə etdi. Yeni dünya qurmaq üçün köhnə dünyanı tamamilə yıxdılar. Yəni bu nə dərəcədə mühafizəkarların xoşuna gələn bir şeydir. Yəni kabusu idi bu təbii ki də mühafizəkarların. Bu radikal dəyişikliklər bir çox mütəfəkkirdə dərin fikirlər yaradır və onlardan biri də bəlkə də ən güclü təsir edən İrland mənşəli İngilis dövlət xadimi olan filosof Edmund Burke idi. Ümumiyyətlə Burke 1790-cı ildə yazdığı Fransız inqilabı üzərində düşüncələr əsərində inqilabı kəskin şəkildə tənqid edir. Onun fikrincə ümumiyyətlə cəmiyyət canlı bir orqanizmdir. Nəsilbə-nəsil formalaşır, tədrici inkişaf edən bir varlıqdır. Yəni cəmiyyəti biz çarpayı ustası kimi görür. Yəni bu məhz çarpayı ustası metaforasıdır. Yəni niyə belə bir ad qoyub mən özüm də başa düşmədim, amma belə bir ad qoyub. Və deyir ki, ümumiyyətlə yaxşı çarpayı ustası ümumiyyətlə köhnə çarpayı tamamilə sındırmır, əksinə onu təkmilləşdirir. Yəni zədələnmiş hissələrini təmin edir. Amma lakin çarpayının əsas strukturu, onun funksional mahiyyətini saxlayır. Yəni çarpayının bazası qalır, taxtasının adı dəyişir. Yəni belə düşünür. Yəni, başqa usta nümunəsi də verə bilər də. Niyə eminəm çarpay ustası verməlidir ki? Bəli. Daha sonrası ümumiyyətlə bu inqilabçılar köhnə nizamı tamamilə dağıtmasına da yəni təhlükə hesab edir. Yəni ümumiyyətlə ona görə təcrübə adətənlər, tədrici islahatlar cəmiyyətə sağ qalması yeganə yoludur. Və Burke inqilabçıların insan hüquqları anlayışını da tənqid edir. Yəni ki, onlar deyirdi ki, o hüquqlara inanırdı və İngilis o abstrakt hüquqlara yox, konkret azadlıqlara, ümumiyyətlə tarixi şəraitdə formalaşan hüquqlara inanmışdı. Yəni İngilis xalqının hüquqları min illər boyu formalaşıb. Məsələn, Magna Carta-dan olsun, Bill of Rights-dan olsun. Yəni bu nardan gəlib. Təbii ki də buna əslində səbəb buydu ki, yəni İngilis hüquq sistemi ilə German hüquq sistemi arasındakı fərqlərdir. Yəni əslində bu təfəkkürlərin bir çoxlarının problemi də öz mərkəzçi kimi düşünmələrdə. Yəni İngilis hüququnun Fransız hüququna nə dəxli var? Yəni ingilislərin hüquq prinsipləri tamamilə tam fərqli hüquq prinsiplərə sahibdirlər. Fransız hüquq prinsipləri eyni şəkildə tamamilə fərqli hüquq prinsipləri var. German hüquqları da tamamilə ayrı bir hüquq prinsipləri var. Yəni bu hüquq prinsipləri var olan vətəndaşlara, yəni gedib sən İngilis hüquq prinsipindən nümunə götürmək və Fransız inqilabını tənqid etmək nə dərəcədə düzgün olduğu özü də şübhə doğuran bir şeydir. Ümumiyyətlə deyək ki, Fransız inqilabçıları kimi bir gecədə yazılmış kağız parçası ilə yeni bir hüquqlar icad etmək olurdu. Amma bu Burke üçün cinayət hesab olunurdu. Yəni Burke'nin özünün təsiri sonrakı siyasi düşüncədə çox daha güclü olur. O klassik liberalizm və mühafizəkarlığın sintezinə səbəb olmuşdu. Burke mühafizəkar da hesab edilə bilməz əslində. Yəni o heç bir dəyişiklik olmasın demirdi. Əksinə o deyək ki, dəyişiklik qəbul edirdi, amma tədrici dəyişiklik, yəni təcrübəyə əsaslanan dəyişiklik edirdi. Əslində yəni bəli, biraz müasir mühafizəkar tərzində idi. Ümumiyyətlə onun fikirləri Böyük Britaniyanın Mühafizəkar Partiyasının ki gələcəkdə qurulacaq əsas ideoloji deyək ki, təminat yaradır. Və Burke'nin düşüncəsində ümumiyyətlə estetik bir məqam da var idi. O cəmiyyətin gözəlliyini, nizamın harmoniyasını qorunmağını vacib hesab edirdi. Yəni onun üçün siyasət təkcə iqtisadi hesabatlar və hüquqi müqavilələr deyil, həm də mənəvi estetik bir fəaliyyət hesab edirdi.
Digər bir mütəfəkkirə keçək. E, Bu Joseph de Maistre-dir. Joseph de Maistre Burke'ye o yanında şükürlüdür. Ondan daha da radikal olub, daha da avtoritar olub və daha belə sərt bir mühafizəkarlıq formalaşıb. Yəni adından bəllidir. Nəyə görə formalaşdırdığını da deyə biləcəyik. Maestre ümumiyyətlə bu gələn bu mühafizəkar nəslin ən parlaq nümayəndəsi idi. Maestre Fransız inqilabını tamamilə lənətləyir. İlk olaraq budur. Ona görə bu inqilab yalnız bir siyasi hadisə deyil, ilahi cəzalandırma idi. De Maistre inqilabın gətirdiyi terror, qan tökülməsi cəmiyyətin dini mənəvi xəstəliyin nəticəsi kimi görür. Ümumiyyətlə o ənənəvi monarxiyanın kilsənin dini hakimiyyəti bərpasını mütləq şəkildə müdafiə edirdi. De Maistre üçün hökumətin hakimiyyəti ilahi mənşəli idi. Yəni xalqın iradəsi deyildi. Yəni Allahın iradəsi hər şeyi müəyyənləşdirir. Yəni bildiyiniz yəni tam da o katolik prinsip düşüncə tərzində idi. Ümumiyyətlə o demokratiyanın seçki sistemini xalq hökuməti təhlükə hesab edir. De Maistre'nin düşüncələri daha reaksiyoner, daha avtoritar konservatizmə nümunə idi. Yəni daha avtoritar. Yəni o Burke'nin tədrici ancaq məhdud statçı yanaşmasına qarşı tam bir geri dönüşü köhnə nizamın bütövlükdə bərpası istəyir. De Maistre'nin təsiri sonraki avtoritar sağcı hərəkatlara və bəzi faşist və ultra mühafizəkar ideologiyalarda hiss olunur. Yəni belə bir prinsipi var idi da, yəni ki, bu adam konkret olaraq deyirdi ki, heç bir şəkildə müdaxilə eləməyin. Olan sistem qalsın. O da sizə başa düşmüyorlar demək istəyirəm. Çünki bilirsiniz necə, Burke oturub orada Londonda, İrlandiyada, o şimdi başlayıb Fransız inqilabını lənətləməyə. Ya kişi belə şey olar, bu nədir, bu nə yaşanmışdır falan. Demək istəyirəm amma inqilabın boğazındaydı, yəni Parisin ortasında olan bir adamdır, yəni Fransanın ortasında olan bir adamdır və inqilabı ən acı şəkildə görür və ona görə o deyir ki, kişi tamamilə sistemi geri qaytarır. Tamamilə sistemi qaytarır. Yani o da qaytarmaq kimdə qaytaran sistemi? Hamı başına gəlsilər. Yəni o Fransız inqilabı haqqında gələcəkdə danışacağıq. Amma Fransız inqilabı sonra beyni sönüb bir-birlərinin başlarını kəsirlər. Yəni o dərəcə bekarçılıq alıb götürüb. Yəni buna görə də yəni Demaistre bu baxımdan anlaşılır qəbul edə bilərlər. Yəni deyirlər ki, kişi kralı qaytar, kilsəni qaytar, Allahın iradəsidir bu. Xalq nədir? Xalqı neyinirsən? Yenə də burada başa düşmək olar ki, o niyə xalqı günahlandırır? Çünki xalqın beyni sönüb hamını öldürür, özünü də öldürür. Dəlixana olub Fransa, yəni əldən gedir Fransa. Belə bir vəziyyətdə cəhənnəm kral olsa daha yaxşı olar. Demaistre fikrinə görə və hətta onun fikri elə də yanlış qəbul edilə bilməz. Yəni müəyyən mənada haqlılıq payı olan biridir yəni bu adam. Amma doğrudur, yaratdığı fikir radikal mühafizəkarlıqdır və bu elə də uğurlu bir şey deyil. Ümumiyyətlə 19-cu əsrdə Avropanın müxtəlif ölkələrində fərqli formalarda mühafizəkarlıq yaranır. Almaniyada romantik mühafizəkarlıq formalaşır. Friedrich von Sauge ümumiyyətlə bunlar barələrindən biri olur. Və təbii ki də Adam Müller də var idi burada. Bu düşünürlər cəmiyyətin mexaniki bir quruluş kimi hesab etmirlər yenə də. Canlı bir orqanizm kimi hesab edirlər. Tarixi bir inkişaf prosesi kimi görürdülər. Ümumiyyətlə Savini üçün hüquq xalqın ruhunun ifadəsi idi. Voxate deyir ki, bu hüququn necə deyə bilərik? Hüququn bir nəslin yazdığı qanunlarla əvəz etməyi mümkün olmaz kimi düşünürdü. Və həmçinin də və yaxud da bir hökmdarın yazdığı qanunlarla əvəz etmək olmasını və hüquq tədricən formalaşır. Yəni xalqın adətlərində, müflərində, gündəlik həyatında yaşayırdı və bu yanaşma ümumiyyətlə Alman milliyyətçisi və sonrakı mühafizəkar düşüncənin inkişafına təkan verirdi. Yəni adamlara görə də cəmiyyət canlı bir orqanizm idi, tarixi bir inkişaf prosesi olaraq görürdü. Yəni bunlar biraz necə deyim, sistemi ilahiləşdiriblər də. Yəni əslində mühafizəkarlıq bir cür pasiv siyasətə aiddir. Yəni ki, işi yoxdur inkişafla. Yəni deyir, olan sistemdir, qalsın da, yəni mövcud sistemi dəstəkləyir. Yəni əslində çox sadədir. Yəni buna da şükür tərzi takılır yəni. Bu da nə dərəcədə ədalətlidir, nə dərəcədə uğurludur görürük yəni. Zaten uğurlu olmadı. Məsələn, bu cür mühafizəkar sistemlərdə qalan ölkələrin heç biri inkişaf etmiş ölkə hesab edilə bilməz. Məsələn, baxın, Çin olsun, Yaponiya olsun. Çin və Yaponiya düz cəmiyyət olaraq o mühafizəkarlığından xilas oluna bilməsə də,
iqtisadi olaraq və yaxud siyasi olaraq o mühafizəkarlığı çoxdan qurtuldu Çin və Yaponiya və bu gün düzdür, inkişaf etmiş ölkə olmasa da qonşularına baxaq, yəni Şimali Koreyaya baxaq, Vyetnama baxaq, Laosa baxaq, Kamboçyaya baxaq. Çin məsələsi tamam ayrıdır. Çin çox böyük fədakarlıqlar verir. Çin qətiyyən biz bunlara aid eləməyik. Çin tarixin strateji üstünlüklərini istifadə edib bu günə qədər gəlir. Çində sistem bir nəfər tərəfindən təmin edilməyib. Amma deyir ki, bu Yaponiya və Koreyada olan sistemlər bir qərar tərəfindən təmin edilmiş məsələdir. Rusiyaya baxdıqda isə Rusiyada isə ümumiyyətlə 19-cu əsrdə Slavyan fillər, xüsusilə də Ivan Krivskiy və deyək ki, Aleksey Xomkoyov kimi düşünürlər var idi. Bunlar qərbi tənqid edir. Onlar Rusiyanın xüsusi yol olduğuna, Pravoslav kilsəsinin, Obşişinanın, yəni Kernizmasının ənənəsinin, avtokratiyanın qorunmasına inanırdılar. Və deyək ki, onlar üçün ümumiyyətlə qərb kapitalizm olsun, liberalizm olsun, individualizm olsun, Rus ruhuna yad idi. Yəni deyirlər ki, bu bizə aid təxsis yoxdur. Ümumiyyətlə Rusiya öz köhnə yollarında, öz pravoslav və öz kollektiv dəyərlərində qalmalı idi və bu düşüncələr də sonrakı Rus mühafizəkarlığı əsasını və bəzən də bəzi imperiyaların deyək ki, əsaslarında əsas ideoloji şeyini daşıyırdı. O nə dərəcədə doğruydu? Yəni Ruslarda hələ də bu düşüncə var. Yəni özlərini Avropadan ayırmaq fikri, yəni özlərini yüksək görmə fikri. Nəzərdə çatdıraq ki, bu alimlər bu sözləri deyəndə Ruslar hələ də bataqlıqlardan çıxa bilmirdilər. Yəni, belə fikirləri var idi Rusların və bu da Rusların bu günə qədər də özlərini Avropadan ayrı bir ünsür olaraq görməsinə gətirib çıxardı. Yəni Ruslar deyir ki, biz Qərbdən ayrıyıq. Təbii ki, ayrısınız Qərbdən. Amma bu düşüncə biraz egoist düşüncədir. Yəni gördüyünüz kimi Slavyan fillik adı da var zaten. Biraz egoist düşüncədir və heç də doğru düşüncə deyil. Yəni biz bunu necə görə bilərik? Çünki Slavyanlar təkcə ruslardan ibarət deyil. Biz görürük ki, digər Slavyan millət mənşəli, məsələn Polşa olsun, Çexiya olsun, Slovaklar olsun, Slovenlər olsun, Xorvatlar olsun, Serblər yox, Xorvatlar olsun. Yəni bu tipajlar bunlar rahat bir şəkildə yəni şey edə bilirlər. Formalaşa bildilər və deyək ki, Avropada inteqrasiya edildilər və bu gün də inkişaf edilər və Rusiya isə bu günlər Ukrayna boğuşur. Əslində bu mühafizəkarlıq Rusiyada çox uzun bir müddət Rusiyanın deyək ki, əsas daşıyıcısı olub və bu gün inkişaf edə bilməmə səbəblərindən biri də məsələn bu mühafizəkarlıqdır. Gələk indi isə Böyük Britaniyaya, çünki bu işin əsas ustadı bunlardır. Ümumiyyətlə bu praktiki siyasətdə özünü göstərir mühafizəkarlıq burada. Böyük Britaniya ümumiyyətlə mühafizəkarlıq partiyası uzun müddətli idarəçi nümunəsi yaratmışdı. Ümumiyyətlə xüsusən də Benjamin Disraeli kimi siyasətçilər mühafizəkarlığı aristokratik sinifin maraqlarını müdafiəsinə gətirib çıxarmışdılar və geniş xalq kütlələrində də deyək ki, öz yanlarına almışdılar. Disraelinin iki millət konsepti var idi. Zənginlər və kasıblar. Sanki bir ölkədə iki ayrı millət yaşayır. Disraeli mühafizəkarlar siyasətdə bu iki milləti birləşdirməli və sosial harmoniyanı təmin etməli olduğunu düşünür. Yəni o sosial islahatları, işçi hüquqlarını mühafizəkar çərçivədə müdafiə edir və bu mühafizəkarlığın yalnız geriyə baxan bir ideologiya olmadığını, həmçinin də bəzən sosial ədalətləri öz daxilində həll edə biləcəyini göstərirdi. Lakin və xüsusən də 1841-ci il inqilablarına və də ki, həmçinin də bu deyək ki, sosial islahatlar bu zaman çox ləngiyirdi, seçki hüququ genişləmirdi, fəhlələr və müstəmləkələr xalqlara əzilirdi və deyək ki, 19-cu əsrin bu stabil vəziyyəti idi və mühafizəkarlıq status quo-nu qoruyur, aristokratiyanın şeyini qoruyurdu. Yəni İsrailin fikirləri çox gözəl idi, amma o kimdir onu əməl edən? Yəni belə bir proses də var. Mühafizəkarlığın əsas rəqibləri ümumiyyətlə bu dövrlərdə sosializm, liberalizm və radikal islahatçı hərəkatlar idi. Liberalizm individual azadlığı, deyək ki, bazar iqtisadiyyatı dediyimiz kimi konstitusional hökuməti müdafiə edirdi. Mühafizəkarlar isə liberalizmi, cəmiyyəti parçalayan, deyək ki, ənənələri dağıdan, dini dəyərləri aşağılayan bir qüvvə kimi görürdülər. Sosializm isə sinfi mübarizənin və mülkiyyətin ictimailəşdirilməsi və bərabərliyi tələb edirdi. Mühafizəkar sosializm Allahın qurduğu öndəki təbii nizama qarşı mülkiyyət hüququna, mühafizəkarlar daha doğrusu sosializm belə görürlər ki, Allahın qurduğu təbii nizama qarşı idi, bunlar mülkiyyət hüququna qarşı idi, ali üsulə qarşı idi, bir hücum kimi qiymətləndirirlər.
Və bu qarşıdurma siyasətdə kompromislərə, də ki, koalisiyalara, bəzən də zorakı konfliktlərə gətirib çıxarda bilən bir prosesdən ibarət idi. Ona görə təhlükə hesab edilirdi mühafizəkarlar tərəfindən. 1848-ci ildə inqilablar baş verir təbii ki də Avropada. Və bu qarşıdurmanın pik nöqtəsi olur. Ümumiyyətlə müxtəlif ölkələrdə liberal, sosialist və millətçi qüvvələr üsyanlara qalxırlar və ancaq mühafizəkar qüvvələr, monarxiyalar, ordu kilsə bu üsyanları yatızdıra bildilər. Bu ümumiyyətlə qələbə mühafizəkarlığın yüzünü göstərdi. Amma daha böyük fəlakətlərin toxumunu səpdi. Çünki köhnə nizamın problemləri həll olunmamış qalırdı yəni. İndi isə gələk müasir dövrdə baxaq mühafizəkarlığa. 20-21-ci əsr mühafizəkarlığı çox belə problemli bir mövzudur. 20-ci əsr totalitarizm və soyuq müharibə. Ümumiyyətlə 20-ci əsr mühafizəkarlığı 2 dünya müharibəsi, böyük depressiya, totalitar rejimlər, soyuq müharibə dövrü xarakter edir. Ümumiyyətlə bu dövrdə mühafizəkarlıq yeni çağırışlarla üzləşirdi. Ümumiyyətlə bir tərəfdən faşizm və nasizm ortaya çıxır. Bu rejimlər mühafizəkar dəyərlərdən, yəni millət ənənə, dövlət dindən istifadə edirlər. Ancaq onları radikal və militarist, həmçinin totalitar və avtoritar formada təqdim edirlər. Və həmçinin də bir çox mühafizəkarlar faşizmi öz ideologiyalarının təhrif olunmuş forması kimi görürdülər. Yəni, ümumiyyətlə, tarixi faktlar isə göstərir ki, mühafizəkar dəyərlərin radikallaşması, milliyyətçiliyin və də ki, irqi ideologiyaların qatqısı işte yaxşı nəticələr gətirib çıxartmır. İkinci Dünya müharibəsi və deyək ki, bu Yahudi soyqırımı və s. bu fəlakətlərin zirvəsi kimi hesab edilə bilir. Digər tərəfdən isə soyuq müharibə dövründə Qərbdə mühafizəkarlıq kommunizmə qarşı mübarizənin ideoloji silahına çevrilmişdi. Necə ki, məsələn, bu Britaniya və Amerika Birləşmiş Ştatları hər iki müharibədən sonra Almaniyanı tez bazar qalxındırmağa çalışırlar. Bu da mühafizəkarlığın bir üsulu idi. Ümumiyyətlə ABŞ-da 1950-ci illərdə makartinizm, kommunistlərə qarşı ov, konservativ qüvvələrin radikallaşmasının deyək ki, əsas nümunəsi olurdu. Ümumiyyətlə bu dövrdə həmçinin klassik mühafizəkarlıq da özünü yenidən formalaşdırırdı. Xüsusən də Böyük Britaniyada biz görürük ki, Winston Churchill deyək ki, burada mühafizəkarların lideri kimi 2-ci Dünya müharibəsində ölkəsini faşizmə qarşı müdafiə elədi. Amma o deyək ki, buna baxmayaraq ənənəvi dəyərlərin dəstəkçisi olsa da, yenə də konstitusional hökuməti və beynəlxalq hüququn müdafiəçisi hesab edilə bilər. Ümumiyyətlə ABŞ ABŞ mühafizəkarlığı isə deyək ki, biz burada ABŞ mühafizəkarlığı xüsusi bir yol keçmişdi. Amerika mühafizəkarlığı Avropa mühafizəkarlığından fərqli idi. Bu çox mühüm məsələdir. Yəni Amerikanların mühafizəkarlığı ilə Avropa mühafizəkarlığı qətiyyən bir müstəvidə analiz etmək mümkün deyil. Səbəbini indi deyirik. Səbəb budur ki, Avropa mühafizəkarlığı fərqli idi. Yəni necə? Məsələn, feodal ənənələrə, aristokratik siniflərə söykənirdi, daha doğrusu. Amerika cəmiyyəti isə belə bir cəmiyyət deyil, köhnə cəmiyyət deyil. O zaten Amerikanlar inqilab nəticəsində gəlmişdilər. Yəni inqilabla gəlmiş adam niyə aristokratiyanı və s. dəstəkləsin ki? Belə bir məsələ var idi. ABŞ da buna görə mühafizəkarlığın fərdi azadlıqların, bazar iqtisadının məhdud hökumətin və həmçinin dini dəyərlərin və milli aidiyyətin qorunması ilə ifadə olunur. Yəni biraz daha çox patriotizm ABŞ-da patriotizm anlayışı var ki, mühafizəkarlığı bu cür göstərirdi. Xüsusən 1950-ci illərdə Russell Kirk kimi alimlər ümumiyyətlə Amerika mühafizəkarlığı ruhu haqqında yazdılar. Və Kirk üçün ümumiyyətlə Amerika mühafizəkarlığı Avropada kimi bir sinif müdafiəsi deyil, bir mənəvi fəlsəfi ənənədir. Ümumiyyətlə o inqilabın təmizləyici rolunu da müəyyən dərəcədə qəbul edirdi. Amma inqilabdan sonra qurulan nizamın qorunması vacib hesab edilirdi. Yəni 1960-cı illərdə təbii ki də Ronald Reaganın yüksəlişi var idi. Bu da Amerika mühafizəkarlığının yeni dövrünü açırdı. Reagan vergiləri azaltmağı, bürokratiyanı deyək ki, siltməyi, hərbi gücü artırmağı, kommunizmə qarşı sərt durmağı və dini mənəvi dəyərləri qorumağı vəd edirdi. Və deyək ki, ümumiyyətlə onun bu siyasəti 1980-ci illərdə ABŞ-nın siyasi simasını dəyişdi. Yəni ancaq Reaganın iqtisadi siyasəti trickle down iqtisadiyyatçıdır. Yəni tənzimləmələrin azaldılması sosial bərabərsizliyi dərinləşdi. Yəni görürsünüzmü, bir əks sintez var idi burada və də kasıb təbəqələrin vəziyyəti daha da ağırlaşdı.
Və bu mühafizəkar iqtisadi siyasətin çaşmamazlığının əsas yetərsizliyini də bizə nümunə olaraq göstərdi. İndi keçək növbətiyə. 21-ci əsr və də ki, xüsusən də 20-ci əsrin sonlarında, 21-ci əsrin əvvəllərində mühafizəkarlıq qloballaşma, informasiya texnologiyaları, miqrasiya, gender, etnik haqlar, iqlim böhranı kimi yeni çağırışlarla üzləşirdi. Ümumiyyətlə, qloballaşma milli sərhədlərin suverenliyi, milli iqtisadiyyatın əhəmiyyətini azaldırdı. Ümumiyyətlə, bu bir çox mühafizəkarlıq qüvvələrində ciddi narahatlıq yaradırdı. Xüsusən Avropada millətçi, populist mühafizəkar hərəkatlar güclənirdi. Fransada Marine Le Pen'in Milli Cəbhəsi, Almaniyada Alternativ Almaniya Partiyası, Avstriya, Macarıstan və Polşada müxtəlif sağcı qüvvələr qloballaşmaya, Avropa İttifaqının miqrasiyaya qarşı çıxış edirlər. Ümumiyyətlə, onlar milli suverenliyi və milli aidiniyyətin xristian dəyərlərin qorunmasını tələb edirlər. Xüsusən də Macarıstanda o məşhur Viktor Orban'ın illiberal demokratiya konsepti mühafizəkarlığın yeni də daha avtoritar forması təyin edir. Düzdür, Orban'ın nə dərəcədə nə olduğunu bilmək biraz şübhə altındadır. Ümumiyyətlə, Orban açıq şəkildə liberal demokratiyanın çaşmamazlığını tənqid edirdi və milli dövlətin və xristian mədəniyyətin, həmçinin ənənəvi ailə dəyərlərinin qorunmasını prioritet hesab edirdi. Lakin tənqidçilər bu cür rejimlərə mətbuat azadlığı, məhkəmə müstəmləkəliyi olsun, müstəqilliyi olsun, daha doğrusu müxtəlif müxalifətin hüquqlarının pozulduğunu görürdülər. Yəni, bu mühafizəkarlığın praktikada hansı fəlakətlərə yol aça biləcəyinin nümunəsi kimi göstərilirdi. Bilirsiniz ki, bu yaxınlarda zaten Viktor Orban öz ölkəsindən çıxdı və onun yerinə gələn də heç də yaxşı uşağa oxşamır. Çünki o da gələn vəzifəsini öz qohumlarından birinə təhvil verirdi. Bilmirəm, hansısa deyəsən mətbuat katibliyi idi və s. idi. Nəticə etibarilə mühafizəkarlıq düzdür. Məsələn, Viktor Orban'ın dövründə Macarıstanda mühafizəkarlıq bir sıra xüsusi xristian adət-ənənələrinə dair uğurlar gətirildi. Məsələn, Viktor Orban'ın xüsusən də Türk Dövlətlər Təşkilatı ilə daha yaxından əməkdaşlıq etməsi olsun, daha sonra Rusiyaya daha yaxından əməkdaşlıq etməsi olsun. Viktor Orban'ın bunu etməsi səbəbi düzdür, özünü burada nümunə olaraq göstərir ki, Avropa miqrasiyaya açıqdır. Çünki Orban miqrant qəbul eləməyə çalışmır. Daha sonra deyir ki, LGBT burada çox təsiri var. LGBT üsullarını qəbul eləmir. Deyir, bizim də populyasiyamız artmır, demografik problemlər yaşadacaq LGBT bizim üçün. Ki, haqlıdır da, LGBT-yə qarşı sərt tədbirlər görülürdü. Və buna görədir ki, Macarıstanda hələ də doğum faizi digər ölkələrə baxanda daha çoxdur. Avropa ölkələrinə söhbət edir təbii ki də. Biri də deyəsən, uşaq pulu ayırdı. Düzdür, indi Viktor Orban'ın yerinə gələn şəxs də eyni şəkildə buna qarşı deyil. O sadəcə olaraq Rusiya ilə olan münasibətlərdə şeydir. Rusiyanı kənara itir. Hələlik elə görsənir təbii ki də. Amma digər bu qərarlarda hələ ki eyni qalır. İndi LGBT-yə qarşı nə tutum verəcək, bu yaxın aylarda görüləcək. Çünki onların o lənət olsun paradı başlayır. Amma yenə də bu belə bir prosesdir. Və xüsusən də bu mühafizəkarlıq praktikada belədir ki, yəni sabitlik və milli dəyərlər altında demokratik institutları zəiflədir və avtoritarizmi gücləndirir. Biraz mühafizəkarlıq indiki dövrdə biraz şüvənlikdir. Bəli. Yəni siz necə? Cəmaət deyir ki, qardaş, problem var burada. Yəni məsələn, sosial bir problem var. Tutalım ki, məsələn Türkiyədə bu yaxınlarda məktəblərdə problemlər yaşandı, bilirsiniz. Bu da sosial problem idi də bu. Buna qarşı dövlət bir effektiv addım atmalıdır axı. Yəni söhbət Türkiyədən gəlmir. Hansı dövlət olsun? Tam ABŞ-ın özündə bəyəm az olur. ABŞ-ın özündə minlərcə belə problem olur. Yəni orada da ştatlar baxmalı. O təbii ki də federal səviyyəyə qalxmır o belə problemlər. Ştatlar özləri bu səviyyə ilə maraqlanmalıdır. Bu da bir effektiv addım atmalı. Məsələn, tutalım ki, sən belə olanda gedib oyunları dayandırsan, nə əlaqə? Yəni işte mühafizəkarlığın pis yanı budur ki, deyirlər ki, bizim dəyərimiz var, nə danışacağam, belə dırnaq deyək ki, zamanında hansı basısı var, yerki soyuna belə bir söhbətdir. Bu da nəticə etibarilə nə edir? Yəni, sən əsas problemdən yayındırır. Yəni, bu yayındırmacı funksiya daşıyır. Adı nədir? Çünki bu
biraz elə bir ittiham edir mühafizəkarlıq qarşı tərəfi ki, sən bizim var olan dəyərlərimizə qarşı çıxırsan. Bu da istər-istəməz cəmiyyətdə ictimai qınağa götürür. Yəni sən tutalım ki, əslində biz indi görəcəyik Avropanın liberal cəmiyyətində də bir mühafizəkarlıq yaranacaq. Yəni gələcəkdə əgər Avropa bu minvalla davam edərsə, məsələn LGBT xətti üzrə davam edərsə, məsələn orada da küçədə straight personlara pis baxacaqlar. Yəni belə bir söhbət ola bilər, yaşana bilər. Gələcək 50 ildə yaşana bilər. Yəni mühafizəkarlıq hər zaman var olan bir şey. Yəni bayaq dediyimiz kimi siyasi bir ideologiya deyil, mühafizəkarlıq bir hissdir. Yəni adam mühafizə etməyə çalışır. Deyir ki, bu vardı, sən də gəlmisən təzə özünü Amerikaçısan burada. Məsələn, buna görə bu ziddir. Yəni məsələn biz bayaq gördünüz, Amerikan mühafizəkarlığında belə özündən Amerikaçma söhbəti var. Amerika deyir ki, Amerikada burada mühafizəkarlıq deyir ki, bizim okey, inqilab olsun, fərdazlıq olsun, hamısı okeydir. Bundan artığını eləməyək. Bu zaten əlimizdə olan bu yetərli qədər fərdi azadlıq var. Bu qalsın. Amerika bunu düşünür, təbii ki də. Ümumiyyətlə, Türkiyədə mühafizəkarlıq da çox xüsusi bir deyim, tarixi var. Türkiyədə mühafizəkarlıq ümumiyyətlə Osmanlı İmperiyasının son dövrləri və Türkiyə Cümhuriyyətinin ilk illərindədir ki, mühafizəkarlıq modelləşməyə başlayır və sekulyarizmə qarşı çıxışlar artmağa başlayırdı. Burada təbii ki də çünki Atatürk sekulyar idi, Türkiyə də sekulyar idi. Lakin 2000-ci illərdə AK Parti gəldikdən sonra burada türk mühafizəkarlığı və yeni forma almağa başlayır. Yəni bu dövrdə ümumiyyətlə mühafizəkarlıq İslamı dəyərlənir. Yəni siyasal İslam təbii ki də burada siyasal İslam. Və ki, ənənəvi ailə strukturunu və güclü dövlətin müdafiəsi ilə birləşirdi. Amma lakin tənqidçilər də bu sistemi də tənqid edirlər təbii ki də. Tənqidçilərin tənqid etmədiyi heç bir şey yoxdur. Ümumiyyətlə İranda isə burada İslam inqilabından sonra formalaşan rejimlərdə mühafizəkar dəyərlər əsas rol daşıyır təbii ki də. Və bu rejim ümumiyyətlə insan hüquqlarının pozuntuları, azadlıq məhdudiyyətləri ilə də deyək ki, mediada tanınırdı. Düzdür, indi insan hüquqları nə dərəcədə insan hüquqları? Biz bunu nəzərə almalıyıq. Çünki məsələn Türkiyəni tənqid edirlər, İranı da tənqid edirlər. Gözləri üstünə çıxmış ağ qaşıqlar. Deyək ki, çünki Türkiyə üçün, İran üçün qəbul edilən prinsiplər Avropada qəbul edilməyən prinsiplərdir. Məsələn, Avropanın ən sevilməyən yanı da zaten tənqidçilərin öz mərkəziyyətçi düşünmələri. Məsələn, onlar deyirlər ki, beynəlxalq hüquq belədir. Bunlar beynəlxalq hüququ biz oturub açsaq beynəlxalq hüquq öz prinsiplərinə uyğun şəkildə təmin edir. Məsələn, sənin bu beynəlxalq hüququn gedib hər hansısa bir Afrika qəbiləsi üzərində işləyə bilməz. Gedib hər hansısa bir sən İranın şəriət hüququ ilə sən işləyə bilməzsən bunu, Səudiyyənin şəriət hüququ ilə işləyə bilməzsən bunu. Türk, Azərbaycan, deyək ki, Qafqaz olsun, postsovet olsun, buradakı milli mentalitet dəyərləri ilə sən işləyə bilməzsən bu beynəlxalq hüququ. Lakin tənqid edilməyə gələndə əllərində bir dənə göy kitab tutublar. Deyirlər ki, bizim bu beynəlxalq hüquq var, sən bu prinsipə qarşısan, sən nə danışırsan? Az nədir? Bu da nə dərəcədə ədalətlidir? Şübhə doğur təbii ki də. Evet, Rusiyada 21-ci əsrdə biz Rusiyada biz deyək ki, biz 21-ci əsr deyə bilərik. Şey qalan populist mühafizəkarlıq qaldı. Ümumiyyətlə həm Donald Trump amma klassik mühafizəkar hesab edilə bilməz. Ümumiyyətlə mühafizəkarlar sessizlərin narahatlığını manipulyasiya edir. Yəni Amerikanın yerindən böyük etmək nostaljik mesajıdır. Yəni MAGA, Make America Great Again. Yəni Trump tam bir populistdir də, yəni problemi deyir ki, mən həll edəcəm, məni seç. Məsələn, xüsusən də Joe Biden dövründə yenə də LGBT məsələsi var idi və təbii ki də iqtisadi problemlər var idi. Yəni Amerikada bir qorxu yaranmışdı. Xüsusən də Joe Biden dövründə bilirsiniz ki, o Çindən gələn o Zeppelinlər, ağ toplar var idi ki, Amerikan sərhədləri üzərində uçuşurdular, bu ağ toplar sağa sola. Və Biden, Pentagon, yəni zəifləmişdi ya Biden hökuməti. Nəzərinizə çatdıraq ki, Amerika Birləşmiş Ştatlarının yeganə hökuməti də ki, Azərbaycan tərəfindən tanınmırdı. Bəli, Biden hökuməti Azərbaycan hökuməti tərəfindən tanınmırdı və Biden hökuməti dövründə Azərbaycan Bidenla heç bir münasibət qurmamışdı. Yəni bizə Trump lazım idi. Amma Trump özü də populist idi. Yəni Trump dedi gəlin Amerikanı yerlikdə əla edək. Yəni belə bir prinsiplər ortaya çıxdı.
Və təbii ki də yəni Amerikan cəmiyyətini siz başa düşməlisiniz. Yəni bu adamların tək dərdi vergi ödəyib donut yeməkdir. Yəni belə bir millətlər və cidden belədirlər. Yəni Amerikaya getsəz, ya əksəriyyəti belə olacağını görəcəksiniz yəni təbii ki də. Eee, yəni amma Trump faktiki olaraq dediyi problemlərin heç birini həll eləmədi. Sağlamlıq problemi var idi, yox idi və əslində biz baxanda gördük ki, Obama daha effektiv idi Trumpdan. Düzdür, Obama da bir şey eləyə bilmədi yəni. Amma yəni Trumpın etdikləri populist çıxışlar idi və ona hər hansı problem qoyulanda da Biden, Obama deyir, demokratları suçlayır. Qətiyyən özünün günahlarını qəbul eləmir. Yəni egoist tipli bir prinsipial siyasət yürüdür. Və təbii ki də Epstein məsələsi var. Epstein məsələsini yəni ortadan qaldırmaq üçün bu adam daha nələrə əl atmadı da, yəni Venezuelaya getdi, Qrenlandiyaya getdi, İrana getdi. Yəni Hanta virus, UFO məsələsi. Yəni siz baxa bilərsiniz məsələn Donald Trump'ın belə şəhvətlə müdir ya biz UFO'lara dair faylar paylaşmışıq. UFO əslində nədir? UFO şey deyil. Nəzərinizə çatdırım. Yəni UFO yad planetdə yaşama dair real fakt deyil. UFO. Bunu anlayın ilk olaraq. UFO real olaraq bir fakt deyil ki. Yəni UFO nədir? Səma üzərində olan tanımlana bilməyən cisimdir UFO. Belə bir şey. Yəni bu UFO nə olduğunu bilmirik. Səmada olub. Yəni görmüşük bunu. Paylaşılan UFO faylların əksəriyyəti optik illüziyadır. Və qardaşım bunu elə paylaşıb ki, güya ki, qaqa biz burada nə tapmışıq? Bizim yaşıl qardaşları tapmışıq. Gələcəklə buna diviziyası baxacaqlar. Bu nə dərəcədə realdır? Bu nə dərəcədə realdır? Yəni Trump və xüsusən də saytı siz girsəniz görə bilərsiniz. UFO.gov var. Bu 3 sözdən ibarətdir. Yəni hökumət, UFO, müharibə. Hoppa. Bir də orada kütlə var, yaşasın Amerika. Aslında tam olaraq bu kütləyə xitab edən bir şeydir. Sayta girib baxsaq, sayt elə bil ki, Star Wars-dur. Yəni bu nədir? Elə oyuna girmisən elə bil, hökumət saytına girməmisən. Belədir, həqiqətən belədir. Yəni və sırf nəzərə atarsınız ki, həmin War of Department of War'dır da, yəni Müharibə Nazirliyinin saytıdır. Müharibə Nazirliyinin saytında yeganə şeydir ki, o eləncədir ya. Digər şeylərdə elə bir şey yoxdur. Yəni digər saytlar elə deyil. Yəni görürsüz, çox absurddur. Yəni adamın konkret məqsədi var ki, mən prezidentliyin qurtarana qədər həyatda qalım. Hələ bu abırsız şey istəyirdi. Yəni necə deyim? Daha da çox prezident qalmaq istəyirdi. Amma qala bilməyəcək. Təbii ki də Amerikanın hüquqları var və s. var. Yəni Epstein məsələsi var. Epstein məsələsini biz heç bir halda ki, həfifdən ala bilmərik. Yəni Epstein fəlakətdir. Mən bu dediklərim şeylərin hamısı Epsteinlə doğan bir şeydir. Yəni Epstein etmiş adam bir çox təcavüz olaylarından keçən adamdır. Yəni Amerika Birləşmiş Ştatlarının prezidenti olmasa, onlarca məsum insanın ölməsini gətirib çıxarması, gedib başqa ölkənin prezidenti qaçırtması, öz müttəfiqlərindən söz atması, həmlə etməsi, yəni bu nə dərəcədə şeydir. Yəni buna biz populist mühafizəkarlar deyə bilmərik. Buna nə deyə bilərik, sözümüz də bilmirik. Yəni çünki belə bir ideologiya biabırçılıqdır, konkret olaraq. Gələk Rusiyaya, Putin yarasına təbii ki də. Rusiyada 21-ci əsrdə ümumiyyətlə xüsusən Vladimir Putin hakimiyyəti dövründə mühafizəkarlıq başqa forması təqdim edir. Ümumiyyətlə Putin Sovet dövrünün çöküşündən sonra Rusiyanın böyük güc statusunu itirməsini və də ki, Qərbin təsirinin artmasını təhlükəli görürdü. Xüsusən ümumiyyətlə siyasi ənənəvi Rus dəyərlərini, Pravoslav kilsəsini, güclü mərkəzi dəyərlərin qorunmasına yönəldirdi. Ümumiyyətlə Putin Qərb liberalizmi, gender bərabərliyi və LGBT hüquqlarını, multikulturalizmi Rus mədəniyyətinin yad elementlər kimi tənqid edirdi. Yəni və bu mühafizəkar çərçivə daxilində müxalifətin boğulmasına gətirib çıxartdığı müstəqil medianın bağlanmasına, seçkilərin ədalətsizliyi, korrupsiya daha geniş vəsətə aldı və həmçinin Ukrayna müharibəsi isə ki, bu mühafizəkar millətçi siyasətindəki fəlakətli nəticələrindən biri hesab edilirdi. Kimi qəbul edilə bilər. Lakin təbii ki də Rusiya, yəni bəli, belə idi, mühafizəkar millətçidir. Çünki Rusiya istəmir ki, dibində NATO olsun. Əslində biz Ukrayna-Rusiya müharibəsi haqqında geniş bir analiz edəcəyik. Ukrayna-Rusiya müharibəsinin nəticə günahkar təbii ki də şey deyildi. Necə deyək? Biz deyə bilərik ki, günahkar Rusiya deyildi.
Amerika Birləşmiş Ştatları idi. Çünki bu adam NATO ilə bir anlaşmışdı, Amerika ilə anlaşmışdı ki, bizim sərhədimizə, yəni postsovet məkanına NATO girməyəcək. Konkret olaraq. Yəni bu dedi ki, Finlandiya NATO girməsin, Baltikaya NATO girməsin. Belarusdan mən NATO görmək istəmirəm. Ukraynada NATO görmək istəmirəm. Finlandiya, Pribaltikanı elədi. Birinci, daha sonra keçdi Finlandiyanı elədi. Sonra Ukrayna başladı demək ki, bəs buna görə də Rusiya nə etdi? Getdi Krımı aldı. Dedi ki, ağıllı olun. Yəni eləməyin. Bəsdir. Və Belarusu qarantiya altına aldı. Yəni Lukashenkonı öz avucu altına aldı. Çünki gəlmisən də dibindəsən Rusiyanın. Rusiya neynəsin sənin üçün? Ki Rusiya burada da ikiyüzlü eləyir. Sən də Almaniyanın dibindəsən. Kaliningradla sən Pribaltikanı da orada Almaniyanın dibində salmısan. Şeydə Almanyada öz avuçunu almısan. Polşa da oradan. Yəni sən də Kaliningradın var. Yəni sən də dibindəsən NATO. NATO da bunun xoşuna gəlmir. NATO onu deyir, başa bizdən. NATO da deyir ki, sən Pribaltika sənin əlinin altında əzilib qalacaq. Ona görə mən Pribaltikanı götürürəm əlimə. Finlandiyanı da tarixdə müharibə eləmirsən. Yəni burada əslində hər iki tərəfdə özünə görə haqlı münasibətlər var. Amma sonda isə məsələn Ukrayna dayana bilərdilər. Amma qəbul eləmədilər. Düz indi Rusiya üçün işlər heç də yaxşı getmir Ukraynada. Amma yenə də nəticə əldə edilə bilərdi. Ümumiyyətlə mühafizəkarlığın uğurlarına və fəlakətlərinə baxaq. Mühafizəkarlığın uğurları var, fəlakətləri ondan da çoxdur. Uğurları budur ki, sosial sabitlikdir, çaxnaşmaların qarşısı alınır, radikal dağılmalar yoxdur, institutlar davamlı olur, xüsusən də məhkəmələr, parlamentlər, bürokratik aparatlar ani dəyişikliklərdən qorunur, iqtisadi ardıcıllıq var, sahibkarlıq mühiti qorunur, vergi siyasəti səbit qalır, yəni bir müddət də olsa, mədəni identitet qalır, məsələn, milli dəyərlər olsun, adətlər, dillər, incəsənət olsun, bu formalar qorunur. Ailə institutları, xüsusən də ənənəvi ailə cəmiyyətin əsasdakı hüceyrəsi kimi mühafizə olunur. Fəlakətlər isə təbii ki də sosial bərabərsizlik olur. Yəni mühafizəkar cəmiyyət heç bir halda gəlib bu qara cəmaatın haqqını qoruya bilmir. Yəni ümumiyyətlə varları, maraqları qorunur, vergiləri azaldır, sosial xərcləri kəsir. Digər baxımdan avtoritarizmə yol açır. Ənənəvi dini dəyərlər altında məsələn diktaturalar hakimiyyətə gələ bilər. İnkişaf ləngiyə bilər. Məsələn, yeni texnologiyalar, elmə, tibbə, təhlil sistemlərinə qarşı çıxır. Məsələn, biz bunu Osmanlı imperiyasında görürük. Osmanlı imperiyasının əsas çökmə səbəbi məhz bu inkişaf ləngitməsidir və mühafizəkarlıqdan doğan bir proses təbii ki də. Azlıqların hüquqları, yəni məsələn, gender rollarının qorunması adı altında ki, qadın və digər bu cinsi azlıqlar var ki, onların hüquqları tapdalana bilər. Qadınlar nə dərəcədə doğru olmasa da, cinsi azlıqların nə dərəcədə hüquqları olduğu üzdə bir, yəni bu cəmiyyətlərin şübhə altındadır. Çünki bu yeni çıxan bir məsələdir və heç də aktual məsələ deyil. Ekoloji fəlakətlər, məsələn, xüsusən də sənayenin genişlənməsi dəstəkləyir, lakin ekoloji tənzimləməni zəiflədirlər. Ümumiyyətlə gələcək var və nəticə olur. Ümumiyyətlə xüsusən də Trump nümunəsini biz görürük ki, gələcəkdə mühafizəkarlıq tamamilə populizmlə ola bilər. Biz bunu əsasən xüsusən də sağcılarda görürük Avropada. Məsələn, Polşada görürük. Polşada bir sağcı cərəyan artır, Almaniyada da sağcı cərəyan artır və bunlar nəyə xüsusidirlər? Xüsusən də islamofobiyanı və xüsusən də miqrant problemini nümunə göstərirlər ki, miqrant var da, biz miqrantı şey edəcəyik. Yəni, məsələn, Türkiyədə biz bunu Ümid Özdağın çərçivəsində gördük ki, Ümid Özdağ deyirdi ki, hə, biz mülteciləri göndərəcəyik, nəmlə eləyəcəyik, elə-belə. Yəni, bu da bir cür bir populist nümunədir. Heç də doğru nümunə deyil. Ümumiyyətlə, texnologiyalara münasibətlər var burada təbii ki də. Və balans axtarış əsas məsələ Skandinaviya nümunəsidir. Ümumiyyətlə, ən uğurlu cəmiyyətlər mühafizəkarlar və liberallar arasında balans tapa bilən olur. Çünki biz görürük ki, liberalizmdə nə o deyil, mühafizəkarlıq da o deyil. Yəni Skandinav ölkələrində ümumiyyətlə güclü sosial dövlət quruluşu var, yüksək vergilər var, geniş hüquqlar var, liberallıqda və güclü milli identitet də var. Ənənəvi ailə dəyərlərinə hörmət, icma münasibətlərinin qurulması və də ki, bir arada mövzudur. Yəni hər şeyi yığıb töküblər bir dənə qarşı içərisində. Amma bu bir balansdır və onlara yüksək həyat səviyyəsi verir və sosial sabitlik və mədəni davamlılığı gətirə bilib. Yəni bu balansı təmin edə bilirsənsə, sən uğurlu olacaqsan. Edə bilmirsənsə, tulla yesin, alınmayacaq heç cür.
Xüsusən də mühafizəkarlıq haqqında danışacağımız bu gün bu qədərdir. Mühafizəkarlıq haqqında son nəticəyə gəlsək, ümumi etibarla biz bildirə bilərik ki, mühafizəkarlıq öz-özlüyündə müəyyən miqdar uğurlu ola bilər, müəyyən miqdarda səhv də ola bilər, amma mühafizəkarlıq elə bir sistemdir ki, uzun müddət təmin olunduğu zaman, uzun müddət tətbiq olunduğu zaman cəmiyyəti zəhərləyən bir sistemdir. Bəli, cəmiyyəti zəhərləyir. Necə zəhərləyir deyə bilərsiniz ki, yəni stabil sistemdən heç kəs narazı deyil. Məsələn, Skandinaviya sistemi. Skandinaviya sistemi tam mühafizəkar sistem olsaydı, heç kəs narazı olmaz. Çünki müharibə yox, bir şey yox. Hamı oturur işində, gücündə. Amma mühafizəkarlıq stabil olaraq qalmır. Mühafizəkarlıq stabil olaraq problemləri göz önünə götürür. Yəni deyir ki, bəs qonşumuzda müharibə var, nə bilim deyib tutalım ki, orada cəmaət acından qırılır, belə olur və bizdə vəziyyət zordur. Afrikada vəziyyət zordur. Beləliklə taxılırlar. Bu da nəticə etibarilə yatızdırır cəmiyyəti və sabahsı gün mühafizəkarlıqdan çıxmağa çalışanda cəmiyyət özü çıxmaq istəmir. Deyir, mənim nəyimə lazımdır, mənim vəziyyət mənim üçün yaxşıdır da, mənə xoşuma gəlir bu şərait. Mən ehtiyac duymuram mən ki, başqa bir şey olsun burada. Yəni mənim ehtiyacım yoxdur. Elə düşünür və bəzən həqiqətən də elə olur. Mühafizəkarlıq bu baxımdan liberalizmdən də təhlükəlidir. Çünki liberalizm açıq şəkildə ya biz bunu eləyəcəyik. Və liberalizm zaten öz-özlüyündə qıcıq yaradan bir ictimai siyasət forması. Liberalizm qıcıq yaradır vətəndaşda. Lakin bu nəzərə almalıyıq. Nə qədər liberalizm qıcıq yaratsa da, mühafizəkarlıq bir o qədər qıcıq yaratmır. Və bu da nə edir? Yəni əslində mühafizəkarlıq liberalizmdən daha təhlükəli bir mövqeyə gətirib çıxardır.